Mən şəhid Heydərov Adəm İkramoğlu. Sizi doğma kəndim Qəbələ rayonunun Bum qəsəbəsindən salamlayıram. Sizə doğma kəndimi göstərim. Bura mən şəhid olduqdan sonra adımda ucaldılan şəhid bulağıdır. Bu park mənim adıma olan Adəm Şəhidlər Parkıdır. Atamla anamın burada zəhməti çoxdur. Bura mənim oxuduğum Təbriz Yaqubov adına orta məktəbdir. Mənim burada çox gözəl günlərim keçib. Bu otaq mən şəhid olandan sonra atamla anam tərəfindən mənim xatirələrimlə bəzədilib. Burada çoxlu xatirələrim var. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olduqdan sonra burada dəfn edildim. Yaxınlarım məni tez-tez ziyarət edir. Bu mənim əziz atam İkramdır. O şərəfli insandır. Məni min bir əziyyətlə böyüdüb. Üzün həmişə gülsün əziz atam. Mənim gözümün nuru əziz anam Zeynəb xanımdır. Əziz anam, səni istəmədən yarı yolda qoydum. Cənnətdəyəm, narahat olma. Mən uşaqlıqdan bu məhəllədə böyümüşəm. Qapımız həmişə üzünüzə açıqdır. Nə vaxt istəsəniz qonağımız ola bilərsiniz.